7 mindən artıq şəxs qəbul olunub. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində də müxtəlif bölgələrdən mindən çox tələbə təhsil alır. Onların arasında 73 yaşında olan müdavim də var. Peşə Təhsil Mərkəzindən hazırlanan süjeti izləyək. Bir emalatxanada gələcəyin elektrik ustaları, digərində aşpazlar hazırlanır. Başqa korpusda isə aqrar sahə üzrə peşələrə yiyələnən müdavimlər praktik məşğəliyə qatılırlar. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dərs günləri belə gərgin və maraqlı keçir. Buradakı emalatxanalardan gələn səs əslində ölkəmizin əmək bazarının ritmidir. Qazax rayonu, Quba şəhəri, Ağdam rayonu, Zaqatala rayonu, İmişli rayonu, Bakı şəhəri, Ağsu rayonu, Beyləqan rayonu. ölkəmizin 56 rayonundan 1160 tələbə peşə təhsilini seçib, 40 ixtisas üzrə 73 qrupda təhsil alırlar. Onların ən gəncinin 16 yaşı, ən yaşlısının isə 73 yaşı var. Kənd təsərrüfatında onlara texnika buraxılır və bunların istismar müddəti var. Bunların istismar müddəti olduğu üçün də bizim kimi mütəxəssislərə ehtiyacı olduğu üçün mən bu sənəti üzrə davam etdirmək istəyirəm. Buraya gəlməyimin səbəblərindən biri də baytarlıq ixtisasını sevməyim və burada baytarlıq ixtisasının olmasıdır. Heyvanlara böyük sevgimin olması və onların sağlamlığının qorunmasında töhfə vermək mənim istəklərimdən biridir. Bəli, son illərdə ölkəmizdə peşə təhsilinə maraq artır. Çünki peşə məktəblərində hazırlanan kadrlara əmək bazarında tələbat çoxdur. O cümlədən də aşpazlara. Bu sənətə olan həvəsim milli mətbəximizin gözəl yeməklərindəndir. Ona görə də sırf bu sənəti seçmişəm. Ən böyük arzularımdan da biri budur ki, Azərbaycanda tanınmış şef olmaq və xaricdə milli mətbəximizi layiqincə təmsil etmək. Zaqataladan gələn Zülfiyə Qurbanova isə kibertəhlükəsizlik ixtisasına üstünlük verib. Bu ixtisası seçməkdə əsas məqsədim rəqəmsal dünyanın daha dərinliklərini enərəkdən yeni məlumatlar əldə edərək daha böyük tövhələr əldə etmək üçündür. Ağıllı maşınımız var, maneələri görür və maneələri görərəkdən işləyir. Belə göstərim, hərəkət edir və maneəni görəndə dayanır. Bildiyiniz kimi təhsil almaq heç bir yaşda gec deyil. Qəbələ Dövlət Təhsil Peşə Mərkəzinin ən yaşlı məzununun isə 73 yaşı var. Mən 2025-ci il tarixdə 2 arı ailəsinə aldım. Bu arıları yetişdirmək üçün mənə təhsil lazım oldu. O cümlədə ona görə də mən sənədlərimi Peşə Təhsil Mərkəzinə təqdim etdim və bu il ərzində mən təhsil aldım müəllimlərdən. Son 10 ildə peşə məktəblərində yeni emalatxanalar yaradılıb, tədris bazası yenilənib, müəllimlər və tələbələr beynəlxalq təlimlərə cəlb olunur. Artıq son 4 ili statistikasına baxsaq, indiyə qədər 150-dən artıq təhsil alan Türkiyədə, Almaniyada həm aqrar sahə üzrə, həm də turizm sahəsi üzrə təlimlərə istehsalat təcrübələrinə cəlb olunmuşlar. Qeyd edeyim ki, deməli, xüsusilə də biz çalışırıq ki, inkişaf etmiş ölkələrin peşə təhsili istiqamətində həyata keçirilən təcrübəsindən yararlanaq. Dövlətin əsas hədəfi isə 2030-cu ilə qədər peşə təhsil mərkəzlərində tələbə sayını daha da artırmaq və əmək bazarı üçün ixtisaslı kadr hazırlığını gücləndirməkdir. Bunun üçün daha 21 yeni peşə təhsil müəssisəsinin tikilməsi, ikisinin isə əsaslı təmiri nəzərdə tutulur. Əli Səmədov, İbrahim Mustafayev, Elnur Orucov, ATV Xəbər.